Sosialfobiyadan əziyyət çəkənlər, yəni diqqət mərkəzində olmaqdan, ünsiyyətdən daim yayanan insanlar, komplekslərdən əziyyət çəkən insanlar sizi o qədər çox gözəl başa düşürəm ki, çünki özüm də vaxtıkən bu problemdən əziyyət çəkirdim məktəb illərində. Təsəvvür edin ki, çox belə həddindən artıq komplekslər içərisində yaşayırdım. Başqalarının yanında heç yemək yeməzdim. Adi bir halda öz fikrimi bildirməzdim, sual verməzdim. Lakin bütün bunlarla rağmen mən öz üzərimdə işləməyə də paralel davam edirdim. Sanki bu qorxular mənim üçün bir vasitə, bir tapşırıq idi ki, əyləncə kimi onun üzərinə gedib o problemləri həll etməyə çalışırdım və 10-cu, 11-ci sinifdə artıq təsəvvür edin ki, mən hətta şagirdlər adından məktəbdəki tədbirlərdə, Təhsil Nazirinin qarşısında çıxış edirdim. Ranodan iclaslar keçirirdi. Şagirdlər adından məni həmin o iclaslara dəvət edirdilər. Baxmayaraq ki, ürəyim yerindən çırpınırdı danışarkən. Həyəcan məni boğurdu. Gözlərim qaralırdı, ürəyim bulanırdı, amma mən bunun üzərinə gedib və çıxış edirdim. Təsəvvür edin, bu diskomfort şəraiti olsa belə mən yayınmırdım. Təbii ki, sonrakı illərdə psixologiyada əldə etdiyim biliklər mənə kömək etdi ki, şəxsi terapiya sayəsində, doktorumun sayəsində mən bu problemdən birdəfəlik qurtuldum və indi hal-hazırda həm peşəkar biliklər, həm də öz həyat təcrübəm sayəsində bu problemi aşmaqda sizə kömək ola bilərəm.